Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz Atabəylər dövlətidir. Və xəritədə gördüyünüzdə ərazi Atabəylər dövlətinin ərazisidir və dövlətin yaranmasına nəzər salaq görək necə oldu. Demək, Səlcuq imperiyasının artıq tənəzzül dövrü idi və onun parçalanması nəticəsində onun yerində bir neçə dövlətlər yaranır. Onlardan da biri İraq Səlcuq Sultanlığı idi. 1118-1194-cü illərdə mövcud olub. İraq Səlcuq Sultanlığında Şəmsəddin Eldəniz İkinci Toğrulun sarayında xidmət etmişdi. Əmir rütbəsinə qədər yüksəlmişdi. İkinci Toğrulun oğlu Arslan Şəhin Atabəyi təyin edilmişdi. 1136-cı ildə İraq Səlcuq hökmdarı Sultan Məsud Arranı iqta olaraq Eldənizə bağışlamışdı. Yəni Azərbaycanın şimal hissəsi nəzərdə tutulur Arranı. Və iqamətgahı isə Bərdə şəhəri idi. Bərdə şəhərdə biz deyirik ki, hər zaman harda yerləşir? Kürün sağ sahilində. Bax burada. Və beləliklə Azərbaycanda Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin əsası qoyulur. Yəni nə var? 1136-cı ildə. Və ilk paytaxtı hara olur dövlətin? Naxçıvan şəhəri. Eldənizlər dövlətinin ərazisi bir müddət İraq Səlcuq Sultanının aslı olsa da, sadəcə bir müddət keçəndən sonra Eldənizlər qısa zaman ərzində artıq İraq Səlcuq Sultanının asılılığından da çıxır və bütün Azərbaycanı özünə birləşdirərək müstəqil idarə etməyə başlayır və öz adına pul kəsdirir. 1160-cı ilə İraq Səlcuq Sultanı öldürülür və bundan sonra Eldəniz oğulluğu Arslan Şah ki var idi. Bəli, onu sultan elan edir və İraq Səlcuq Sultanlığını özü idarə etməyə başlayır. Çünki özünü sultan elan edə bilməzdi. Çünki Atabəy özü sultan nəslindən deyildi və taxta yalnız sultan nəslindən olanlar çıxa bilərdilər. Və ona görə də Şəmsəddin Eldəniz Arslan Şaha oğulluğu, yəni İraq Səlcuq Sultanının oğlu sultanı elan edir və onun adından dövləti idarə etməyə başlayır. Yəni İraq Səlcuq Sultanlığının əsl sahibi olur. 1160-cı ildə isə Böyük Atabəy adlandırıldı. Şəmsəddin Eldənizin hökmdar olaraq hakimiyyəti dövrünə nəzər salaq. Atabəylər dövlətinin qüdrətli dövrü idi, mədəni oyanış baş verir. 13-cü əsrin 60-cı illərində Qəzvin, Fars, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Diyarbəkir, Kirman və Xuzistan kimi əraziləri tabe edilir və Şirvanşahlar asılara salınır. Sərhədlər şimalda Dərbənddən, cənubda İran körfəzinə qədər. Baxın, şimalda Dərbənddən başlayır, cənubda isə görürsünüz İran körfəzi və yaxud da Fars körfəzinə qədər böyük bir əraziləri əhatə edirdi. Və demək, 50 minlik süvari ordu yaradır, daimi süvari ordu. Əmirləri və iri feodalların hakimiyyətini məhdudlaşdırdı, Gürcülərə qarşı mübarizə aparır və 1139-cu ildə Gəncədə dəhşətli bir zəlzələ baş verir və bu zəlzələdən istifadə edən Gürcülər dağılmış şəhərə basqınlar təşkil edirlər və hətta vaxtı ilə Gəncənin o məşhur qala qapıları ki vardı, onları da götürüb aparırlar Gürcüstana. Və 12-ci əsrin 60-cı ildə Gürcülər Dəbir şəhərini ələ keçirirlər. Bir il sonra, yəni təxminən 1161-ci ildə Gürcü çarı 3-cü Georg Ani şəhərində ələ keçirir. Amma 1163-cü ildə isə baş vermiş Naxçıvan döyüşündə 3-cü Georgin qoşunları məğlub edilir Eldənizlər tərəfindən. 1164-cü ildə isə Eldəniz Gürcüstana hücum edir və bütün xəzinəni ələ keçirir. Bir ay sonra isə Dəbir şəhərində azad edilir. Dəbir şəhəri, yəni burada baxın, Naxçıvanla Göyçə gölünün arasında təxminən burada yerləşir. Bax bu ərazidə. Və davam edirik. Bəli. Ondan sonra 1175-ci ildə Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan Gürcüstana bir daha yürüş təşkil edir. Və bu testdə düşəcək. 1175-ci il yürüşün nəticəsi nə olur? Gürcülər məğlub olur və bundan sonra Gürcülər Ani şəhərinə və Eldənizlərin tabelində digər əraziləri olan iddialarından əl çəkmiş. Ondan sonra keçid alır Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövrünə. İraq Səlcuq Sultanı 3-cü Toğrulun Atabəyi olub bu. İqta torpaqlarını öz tərəfdarları arasında bölüşdürdü. Atası Şəmsəddin Eldəniz kimi 50 minlik daimi süvari ordu yaradır. 1175-ci ildə isə paytaxtı Naxçıvandan Həmədan şəhərinə köçürdü. Və Təbriz şəhəri Ağsunqurlərin əlindən alır. Ağsunqurlər də kim idi? Biz bunu feodal dövlətlərində keçmişdik. Rəvvadilər nəslinin davamçıları idi.
Vilayətləri oğullar arasında bölüşdürdü. İqamətgahı Təbriz olan Azərbaycan idarəsinin qardaşı Qızıl Arslana həvalə eləyir. İri Səlcuq əmirlərinin müqavimətini qırır, mühüm vəzifələrə ən yaxın adamlarını gətirir və gürcülərin hücumlarını dəf eləyir. O görürsüz, oxşar cəhət düşə bilər. Şəmsəddin Eldənizlə Məhəmməd Can Pəhləvanın oxşar cəhəti bu idi ki, gürcülərlə mübarizə aparım. Adlarını xutbə oxutdurmuşdular. Əhər mərkişilərinə Eldənizlərin adından pullar zərb etdirmişdilər. Qızıl Arslan dövrü. Demək, Cahan Pəhləvandan sonra hakimiyyətə gəlir, feodallara və saray müxalifətinə qarşı mübarizə aparır. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrul və onun oğlanlarını məğlub eləyir. 91-ci ildə isə xəlifə Ən-Nasirin razılığı ilə, yəni Bağdad xəlifəsi, Abbasi xəlifəsi, yəni onun razılığı ilə özünü sultan elan eləyir və vilayət hakimlərini tabe edir. Həmçinin iri feodallara tabe eləyir. Bu görürsən qardaşı Cahan Pəhləvan kimi. Şirvana yürüş edərək 1-ci Axıstanı özündən asılı vəziyyətə salır. Çünki həmin dövrdə 1-ci Axıstan müstəqil siyasət yürütməyə çalışırdı. Amma Qızıl Arslan nə edir? Onu özündən asılı vəziyyətə salır. Və 1191-ci ildə Səlcuq əmirləri tərəfindən Qızıl Arslan sui-qəsd nəticəsində öldürülür. Cahan Pəhləvanın oğlu Əbubəkirin hakimiyyəti dövründə isə Eldənizlərin tənəzzülü başlayır. 1194-cü il Xarəzmşah Təkəş Xorasan, Rey və Həmədan tutsa da, amma 1197-ci ildə Həmədan uğrunda döyüşdə Əbubəkir Xarəzmşahları məğlub edir və qardaşı Özbəyi Həmədana hakim təyin edir. Qardaşı Özbəy bəli. Azərbaycan gürcülərin dağıcı yürüşlərinə məruz qalır, yəni Əbubəkirin dövründə. Hətta 1210-cu ildə gürcü və ermənilərin dağıntılarına məruz qalır. Özbəyin hakimiyyəti dövründə isə daxili çəkişmələr daha da gücləndi, dövlətin tənəzzülü daha da sürətlənir. Azərbaycana gürcü və monqollar hücumlar təşkil edirlər və hətta Xarəzmşahlar da hücum edirlər. Və dövlət işləri onun iştirak olmadan həll olunurdu və Özbək feodal qruplarının əlində artıq oyuncağa çevrilmişdi, yəni Atabəy Özbəy. 1225-ci ildə isə Xarəzmşah Cəlaləddin nə edir? Təbrizə tutaraq Eldənizlər dövlətin varlığına son qoyulur. Və testdə düşə bilər Yusif ibn Əbu Sac, Mərzban ibn Məhəmməd, yəni Saları hökmdar və Şəmsəddin Eldəniz. Bunlar üçün oxşar cəhət düşə bilər ki, Şirvanşahları asılı hala salıblar, Azərbaycana vahid halda birləşdiriblər, gürcülərlə mübarizə aparıblar və dövlətin sərhədləri şimalda Dərbəndə çatırdı. Bəli, bu qədər, sağ olun, uğurlar.